Uşaqlarda nevroloji inkişafın həyatın ilk 3 ilində dəyərləndirilməsi çox önəmlidir. Uşaqların nevroloji dəyərləndirilməsi dedikdə anlama, qavrama, nitq, hərəkət və günlük yaşam bacarıqlarını əhatə edir və bu bacarıqların dəyərləndirilməsi həkim tərəfindən böyük motor bacarıqların dəyərləndirilməsi, incə motor bacarıqların dəyərləndirilməsi, nitq və sosial münasibətin dəyərləndirilməsindən ibarət olur. Böyük motor, yəni hərəkə qabiliyyətin dəyərləndirilməsi həyatın ilk 3 ilində, yəni 0 yaşdan 3 yaşa qədərki dönəmdə ardıcıl olaraq boyun tutma, oturma, fırlanma, iməkləmə və gəzmə, yəni üfüqi vəziyyətdən şaquli vəziyyətə keçmə kimi dəyərləndirilir və bu etapların hər hansı birində problemin olması həkim tərəfindən həm şərti və şərtsiz reflekslərin dəyərləndirilməsi, əzələ gücünün, əzələ tonusunun dəyərləndirilməsindən ibarət olur. Kiçik motor bacarıqlarının dəyərləndirilməsi, yəni əl bacarıqlarının dəyərləndirilməsi istəmsiz tutmadan, yəni ovuc şəklində tutmadan pinset şəkilli, barmaq şəkilli tutmaya keçidlə əlaqədar olur. Nitq və sosial bacarıqlar əvvəl olaraq deməli anlama nitqi, yəni sözəl olmayan nitq dediyimiz nitqdən, yəni baxma, göz kontaktı qurma, gülümsəmə, axtarma, sonra isə artıq sözəl nitqin, yəni ifadəli nitqə keçmə etapından ibarətdir ki, bu da qığıldama, babıldama və istiqamətli nitq şəklində özünü göstərir. Bu bacarıqların hər hansı birində olan ləngimənin vaxtında aşkar edilməsi, doğru diaqnozun vaxtında qoyulması bir çox hallarda uşağa erkən yardım etməyə yardımçı olur.